Sentyabr 29-u Bakı Ağır Cinayətlər Məhkəməsində Ələsgər Məmmədli Toplum TV-yə qarşı irəli sürülən ittihamlara cavab verib. O, ilk olaraq qeyd edib ki, Toplum TV-nin dövlət qeydiyyatından keçməməsi iddiası ittiham tərəfinin media sahəsindəki hüquqi tənzimləmədən xəbərsizliyini göstərir. Stat: Toplum TV domeni 2016-cı ilin aprelində alınıb və internet səhifəsi 2017-ci ildə yaradılıb. O dövrdə Azərbaycanda media fəaliyyətini hüquqi tənzimləyən qanunvericilik aktları kütləvi informasiya vasitələri haqqında qanun və televiziya, radio yayımı haqqında qanun olub. 1999-cu ildə qəbul edilən KİF haqqında qanun yalnız çap mediasının Ədliyyə Nazirliyi nəzdində fəaliyyətə başlamadan bir həftə öncə xəbərdarlıq etməklə qeydiyyatını nəzərdə tutur. İnternet üzərində və domen adları ilə daxil olunan resursların qeydiyyatı nəzərdə tutulmayıb. Statın sonu. Daha sonra çıxış edən Toplum TV-nin jurnalisti Fərdi İsmailov saxlanıldığı Bakı İstintaq Təcridxanasında həyatına təhlükə olduğunu deyib və yan kameradakı məhkumun onu öldürməklə hədələdiyini qeyd edib. Jurnalistin bildirməsinə görə hadisədən dərhal sonra vəkili ilə görüşüb və məhkumun otağının dəyişdirilməsi, onunla rastlaşmamasının təmin olunmasını istəyib. Lakin müraciət həllini tapmayıb. Sentyabrın 29-u Bakı Ağır Cinayətlər Məhkəməsində Müdafiə Xətti Təşkilatının həbsdə olan rəhbəri Rüfət Səfərov dövlət ittihamçısının suallarını cavablandırıb. O bir daha ittihamları rədd edib və tənqidi fəaliyyətinə görə həbs olunduğunu bildirib. Vəkil Elçin Sadıqovun suallarını cavablandıran Səfərov zərər çəkmiş qismində tanınan Natiq İmamquliyevin ona 60.000 manat verməsi barədə iddianı yalan adlandırıb. O qeyd edib ki, şahid olmadan, alqı-satqısı müqaviləsi bağlanmadan heç kim başqasına 60.000 manat pul verməz. Rüfət Səfərov Natiq İmamquliyevi ilk dəfə saxlanıldığı gün evinin qarajında ona hücum edəndə gördüyünü bildirib. Stat: Maşından düşdüm, qəfildən üstümə hücum çəkdi. Özümü müdafiə etmək üçün kəmərindən yapışdım. Qarajda Eldar adlı mühafizəçi var. Onu çağırdım. Bu vaxt polis maşını gəlib məni qandalladı. Statın sonu. Ötən il dekabrın 3-də saxlanılan hüquq müdafiəçisi xuliqanlıq, dəlilduzluq və qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilir. Seçkilərin monitorinqi və demokratiyanın tədrisi mərkəzinin həbsdə olan sədri Anar Məmmədli ona qarşı irəli sürülən ittihamların cinayət qanununa zidd olmasını və istintaqın sübut toplama prosesində çoxsaylı pozuntulara yol verdiyini deyib. O, sentyabrın 29-u Bakı Ağır Cinayətlər Məhkəməsində çıxışı zamanı əlavə edib ki, ittihamın sadəcə 2019-2024-cü illərdə xarici etdiyi 19 səfərlə əsaslandırılması cinayət qanunlarına ziddir. O cümlədən bu səfərlərin hamısında gömrük yoxlamasından keçdiyini və yazılı bəyannamələr təqdim etməyə məcbur edildiyini bildirib. O, Dövlət Gömrük Komitəsindən bu yazılı məlumatların məhkəməyə təqdim olunmasını istəyib. Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. Qaçalmazlıqda ittiham olunan Məmmədli özünü təqsirli hesab etmir. Ermənistan parlamenti oktyabrın 2-də 64 lehinə səs ilə Ermənistan və Azərbaycan arasında sülhün təsis edilməsi haqqında bəyanat qəbul edib. Stat: Nəticə olaraq Ermənistan Respublikası və Azərbaycan Respublikası ictimaiyyəti siyasi, ekspert, elmi və mədəni dairələrini konfliktin simvolu olan və ya onu yenidən formalaşdırmaq və ya gərginləşdirmək məqsədli bəyanat və hərəkətlərdən çəkinməyə çağırır. Bu da Cənubi Qafqazın rifahı naminə yaradılmış sülhün davamlılığını və etibarlılığını təmin etmək üçündür. Statın sonu. Bəyanat fövqəladə sessiyada qəbul edilib. İki müxalif fraksiya isə sessiyada iştirak etməyib. Onlar sülh prosesini saxta gündəm hesab edirlər.